Salam hər kəsə. Bu gün sizlərə çox maraqlı bir mövzuda danışmaq istəyirəm. Mühasibatlıq əslində nədir və niyə hamı bundan qorxur? Əvvəl bir sual verin. Burada olanlardan kim maaş alır, amma ayın sonunda pulun hara getdiyini bilmir? İnanın bu çox normaldır. Çünki bizə heç vaxt pul idarə etməyi öyrətmirlər. Mühasibatlıq əslində rəqəmlər deyil, mühasibatlı həyat planıdır. Məsələn, sən maaş alırsan. Əgər onu bölmürsənsə, planlamırsansa, o pul yox olacaq. Mühasib kimi deyirəm sizə. Pulun 3 əsas qaydası var. Birincisi xərc, ikincisi yığım, üçüncüsü isə ehtiyat pul. Əgər bu üçü yoxdursa, nə qədər qazansan da satmayacaq. İndi başqa maraqlı bir şey deyim. İnsanlar çox vaxt deyir ki, az qazanırım, ona görə pulum çatmır. Amma problem çox vaxt qazancda deyil, problem idarə etməkdədir. Məsələn, 500 qazanan var, pul yığır, amma 1500 qazanan da var, borcdadır. Fərq nədir? Düşüncə və planlama bir də hamının qorxduğu bir söz var. Debit və kredit. Hamı düşünür ki, bu çox çətindir. Amma mən sizə çox sadə deyim. Debit gələn pul, kredit gedən pul. Bu qədər. Yəni həyatın özü mühasibatlıqdır. Pul girir, pul çıxır. Əgər sən bunu idarə edə bilmirsənsə, deməli sən artıq yarı mühasibsən. Bir də sizə real həyatdan deyim. İşlədiyim yerlərdə görmüşəm ki, ən böyük səhv plansızlıqdır. Şirkətlər belə bəzən pulun hara getdiyini bilmir. Təsvir edin. Ona görə mühasibatlıq təkcə iş deyil, həyat bacarığıdır. İndi sizdən soruşum. Siz maaşınızı bölürsünüz, yoxsa gəldiyi kimi xərcləyirsiniz? Yazanlar olsun, əgər istəyirsə belə mövzular çox olsun, məni follow edin. Hər gün sizə sadə dildə pul, iş və həyat haqqında danışacağam. Və əgər xoşunuza gəldisə, balaca bir dəstək də ata bilərsiniz. Motivasiya olur mənə. Sağ olun dinlədiyiniz üçün. Yenə belə maraqlı söhbətlərlə gələcəm.